Salam əziz dəyərli izləyicilər. Bugün sizə Oğlaq bürcünü təqdim edirəm əzizlərim. Əziz Oğlaq, bax burada bir dağ çıxdı. Bu nə deməkdir? Elə bir həyatında ağır yükdür, yüklənmisən. Məsuliyyətləri içində daşıyırsan. Öz səssizcə mübarizəvi göstərə bilirsən. Son zamanlarda çox şeyləri içine atırsan. Çalışqansan, düz insanlara güclü görünürsən. Amma ruhunun içində bir yorğunluq yığılıb. Bax, bu həftə ərzində həyat sənə gizlədilən bəzi həqiqətləri göstərəcək. Bu həftə təsadüf kimi görünən hadisələrin arxasında böyük bir işarələr ola biləcək. Bax, fincanın ortasında açar. Uzun müddətdir bağlı qalan bir yol açılır sənin üçün. Geçkən bir xəbər, yarımçıq qalan bir məsələ, ya alınmayan iş bu həftə hərəkətə keçəcək. Yəni, hər şey tam aydın olmayacaq. Deyim ki, hər şey aydın olacaq bu həftə. Yox. Sənə deyilən hər sözə dərhalda inanma ginən əzizim bu həftə. Son günlərdir bəzi insanlardan uzaqlaşmaq istəyirsən. Sanki əvvəlki söhbətlər sənə boş gəlməyə başlayır. Bunun səbəbi fincanda görünən enerji değişimi işarəsidir. Ruhun artıq saxta münasibətləri qəbul etmir. Bu həftə həyatından çıxmalı olan insanlar özləri yavaş-yavaş uzaqlaşacaq. Buna da sən çox sevinəcəksən. Çox gözəl bir xəbərlər eşidəcəksən. Sənə qarşı səmimi görünən, amma daxilində başqa niyyəti daşıyan birisi var. Ətrafında, çevrəndə, yaxınında, iş sahəndə, sosial çevrəndə biraz diqqətli ol ginən əzizim. Bu insan sənin uğurlarına, gücünə qısqanır. Çünki sən Oğlaq çox vaxt planını hamıya danışırsan. Hamı Oğlaqlar da hələ deyil. Bəziləriniz, bəzi Oğlaqlar yüksələndən çox asılıdır əzizim. Sevgi münasibətlərində ağır, dərin bir enerji göründü. İki ürək arasında qalan, yəni sözlər, söhbətlər, münasibətlər, susqunluqlar sizin aranızda bax bunları məsafə kimi göstərir. Yəni məsafəlisiniz. Münasibətin varsa, həyat yoldaşın varsa, sevgilin varsa aranızda açılmayan mövzular açılacaq. Biraz qısqanclığın var, şübhələrin var içində. Qarşı tərəf içində saxladığı hisslər tam demir sizə. Bu həftə həmin həqiqətlər də üzə çıxa bilər yavaş-yavaş. Göz yaşı çıxdı əzizim, göz yaşı işarəsi çıxdı. Bu qırılma ehtimalıdır. Qırılmısan kimdənsə. Münasibətdə olduğun insan həqiqi üzünü sənə göstərəcək. Əgər sevgi ortada varsa, həqiqət varsa, bax daha da güclənəcək. Əgər saxtadırsa, maskalar düşəcək. Münasibətlər tamamilə soyuyacaq. Keçmişdən gələn enerji də var. Səni unutmayan birisi də var. Gecələr səni düşünür, peşmançılığın keçirir. Amma qaranlıq kölgə var. Bu keçmişdən tam təmiz enerji ilə qayıtmadığını göstərir. Demək ki, o insan dəyişməyib. Ona görə qərar verərkən yalnız ürəyinə yox, ağlını da düşünməlisən əziz Oğlaq. Subay Oğlaqlarda qəribə bir tanışlıq görünür. Bu insan sakit, ciddi xarakterli olacaq. İlk baxışda emosiyalarını gizlədəcək. Amma zaman keçdikdə onun içində böyük hisslər olduğunu anlayacaqsan. Ruh bağlantısı görünür. Sanki o insanı əvvəldən tanıyırmış kimi sənə o qədər yaxın gələcək ki, elə biləcəksən ki, sən bu insanı tanıyırsan. Ailə münasibətlərində, ailə daxilində danışılmayan sözlər, incikliklər, yəni deyilməmiş narahatlıq, söhbətlər var da burada ailə içində. Ciddi amma söhbət ola biləcək. Qorxum çevrəsində səndən qeybət edənlər, paxıllıq edənlər, üzvə gülüb arxanca oyun oynayanlar var. Sənin elə bir planlarında, qazandığın bir nailiyyətlərdə, uğurlarda bəzi insanlar narahatdır. Sənin uğurva narahatdır. Onlar bunu açıq göstərmirlər. Hər deyilənə də cavab vermək lazım deyil bu həftə. Bəzən sakit qalmaq, özünü güclü göstərmək kimi
qarşı tərəfə o cavab ola biləcək. Qonşuda çevrəndə anlaşmamazlıqlar. Bir söz deyiləcək, ona inciyə bilərsiniz. Bir məsələni böyütmədən həll edəcəksiniz. İş mühitində, maddiyyat məsələlərində çəkdiyin zəhmətin nəticəsini görməyə başlayacaqsan. Gizli kağız var burada. Kiminsə sənə hər şey tam demədiyi bir şeylər var əzizim. İş sahəsində paxıl bir qadın var. Bu sənin sakitliyini, zəifliyini hesab edir. Amma bilmədiyi şey var ki, sən çox şeyə susaraq anlayırsan. Bu həftə bəzi maskaları sən düşürdə biləcəksən. Maddiyyat məsələsində həm əlvə xərc gəlir, həm də xərcin çıxacaq. Yəni, lazımsız yerlərə xərcləyə bilərsən. Gözləmədiyin bir pul əlvə gələ biləcək. Avtomobili, maşını dəyişmək istəyəcəksən, maşının varsa, ya texniklə əlaqəli, evlə əlaqəli bağlı bəzi xərclərin görsənir. Texniki problemlər də ehtimalı da görünür əzizim, ola biləcək. Yəni buna hazır ol. Uşaqların varsa, övladın varsa, uğurlarına paxıllıq edənlər, onların uğurlarına danışanlar ola biləcək. Amma sevincin ola bilər, o sınaqdan keçə bilər, ya hansısa uğruna sən özün də sevinə bilərsən. Burada emosional həssaslıq görünür. Bu həftə çox anlayış və diqqət istəyəcəklər övladınız sizdən, əgər övladınız var və ya ailən də ola bilər səndən gözləyə bilər diqqət. Yuxuların mesajla sənə xəbər verə biləcək. Yuxularını qarışdıra bilərsən, bir məzarlığa ziyarətə gedə bilərsən, rəhmətə gedəni Allah o dünyasını versin. Yadva düşə bilər, qəlbin sına bilər, göz yaşı var, ürəyin o qədər dolu ola bilər, yəni ziyarətgaha gedib orada oturub biraz ürəyini boşalda bilərsən. Qoruyucun var və ya bir qoruyucu olsa səni pislikdən, negativdən qoruya bilər. Üzərinizdə ağırlıqlar var, gah yaxşı olursunuz, gah kefsiz olursunuz. Bax, dualarınız həyata keçə biləcək yavaş-yavaş. Ya Rəzzaq, ya Fəttah, ya Rəhman, ya Şafi zikrini əziz olaq, tez-tez deyin. Saxladığın arzu var içində. O arzularına bir yol açılır yavaş-yavaş. Səni əziz oğlaq narahat nə edirsə, bax 3 kəlmə, 3 dənə cümlə nə narahat edirsə onu kağıza yaz. Yazıb bir gecə yastığının altında saxla. Səhər açıq havada cırıb tullamaq lazımdır. Cır, tikələ, tulla ginə. Yəni ağır enerjidən çıxa biləcəksən. Ruhun yüngülləşəcək. Bax, yoxla ginə. Yəni bunlar hamısı təcrübədən çıxmış şeylər, mən sizə məsləhət verirəm əzizim. Yeni başlanğıc həyatında, yəni işıq çıxdı burada. Bəzi insanlardan yavaş-yavaş uzaq olacaqsan, məsafə saxlayacaqsan. Əziz oğlaq, sən əvvəlki insan deyilsən, değişmisən, xeyir deməyi bacarırsan. Sənə bütün həqiqətləri deməyən bir insan var, halbuki ona güvənirsən ki, bütün həqiqətləri mənə deyir. Xeyr, həqiqətləri sənə demir. Onun niyyətini yaxın günlərdə ortaya çıxaracaqsan. O an gələndə biraz hisslərin sənə doğru yolu göstərəcək o vaxt, o zamanı əzizim. Bu həftə sənin üçün sadəcə, yəni hadisələr həftəsi deyil əziz oğlaq. Bu ruhunun gücləndiyi bir dövrdür. Kainat səni köhnə enerjidən çıxarıb yeni həyata hazırlayır elə bir. Hiss etdiyin hər qəribə bir duyğu, gördüyün hər bir işarə səni taleyinin yeni mərhələsinə yaxınlaşdırır əziz oğlaq. Bəzən deyirsən ki, tərs gedən işlərin olur, şansın tərsə dönür. Sənə aid olanı sənə vermirlər, fikirləşirsən, darıxırsan. Bəlkə də köhnə iş yerində işləmirsən, oradan alacaqların var, ala bilmirsən hələ. Hər hansı bir şeydən haqqını, ailədən də ola bilər, işdən də ola bilər, haqqını almaq istəyəcəksən. Bəlkə də həyat yoldaşından haqqını ala bilmirsən, alacaqsan, fədakarlıqlar edirsən. Bax, səndən bu həftə zamin durmağı istəyərlər, borc istəyə bilərlər. Biraz diqqət et əzizim.
Kimsəyə borc vermə. Düzdür, deyir, əl tutmaq əldən qalıb. Yəni əl tutmaq lazımdır insana, kömək eləmək lazım. Amma bax kimə verirsən, sabah başın ağrımasın. O mənana. Çoxsuna artıq güvənmirsən, düzgün edirsən, çünki səndə güvənsizliklər yaratdılar. Əlindən bir miqdar pul çıxa bilər. 10 gün içində yavaş-yavaş işlərin düzələ biləcək, tərs gedən işlərin yavaş-yavaş yaxşıya doğru gedəcək. Yəni deyirsən ki, mən qismətimi, yazılanı qətiyyən dəyişə bilmərəm. Bəzinizin üzərində ağırlıq var, tilsim var, negativlik yollanmış, enerjiniz düşmüş. Sizin üzərinizə gəlməyini istəmirsiniz heç kəsdən. Çətinliklərdən keçdin, enişli yolları keçdin. Hər kəsi yüksəkdə tutdun, hər kəsin dərdinə qaçdın, hər kəsin dərdini çəkdin, amma sənin dərdini belə çəkən olmadı. Elə bir ki, keçmişdə elə bir valideynlər və bəddua etmişlər sənin. Əziz oğlaq, kimə aiddirsə özünə götürür, ümumi baxışdır. Elə bir ki, bəddualar etmişlər. Dedikodular, bəddualar, valideynin elə bir xoşbaxtlığına mane olmuşlar. Biraz çətinlikləri olmuş. Elə bir ki, valideyndən sizə keçmiş. O xoşbaxtlığı tam əldə etmək istəyirsən, bir də görürsən ki, bir işlər tərsə gedir elə bir. Biriniz elə bir güc alacaqsınız. Qarşı tərəfdən güclənəcəksiniz. Bir heyvan mı almaq istəyirsiniz? Evdə heyvan mı artırmaq istəyirsiniz? Bəlkə də bir ferma niyyətiniz var ki, düzüm qoşasınız, tikəsiz, mal-qara saxlayasınız. Biraz diqqətli olun əzizlərim. Düzdür, saxlaya bilərsiniz, çox qəşəng gəlir, demirəm pis gəlir, amma hər bir şeyə nəyə əl atırsınızsa ürəklə əl atın, sevinclə əl atın, sevinərək edin, yəni inamla edin. Bax, görürsünüz ki, arxanızda tülkü kimi, bax, bəlkə də olsa görsənir, görürsünüz, bax, tülkü kimi, bax, başı, quyruğu, bax, ayaqları, bu da siz durmuşsunuz orada. Bax, arxanızda tülkü kimi bir insan var. Yəni tülkülük ilə, bir hiləlik eləmək istəyəcək. Sizə bir oyun oynamaq istəyəcək. Ona görə biraz diqqətli olun. Sizə qarşınızda sizə güclü bir enerji dəstək olan biriləri də var. Sizi yıxa bilməyəcək, amma tülkü kimi çevrəndə fırlanan insanlara fikir verginən əzizim. Bəzi işləriniz o qədər arxandan yavaş-yavaş gedir ki, ona darıxırsınız, darıxmayın. İşləriniz yaxşıya gedəcək, narahat olmayın. Ev mi tikdirirsiniz, işçi mi tutmuşsunuz, işçi qüvvəsi tutmuşsunuz. Biraz onlara əsəbləşə bilərsiniz. Bəlkə də işinizi yuvadırlar, gecikdirirlər, ona darıxa bilərsiniz. Bax, bir qurbanlıq var. Elə bir ki, artıq o qurbanlıq çoxdan demişsiniz. Bəlkə də yadınızdan çıxıb, anidən yadınıza düşür ki, mənim qurbanlığım var, onu kəsməliyəm. Kəsmək istəyəcəksiniz və ya niyyət eləyirsiniz, təzəlikcə qurban deyirsiniz. Qəşəng belə tüklü ağ heyvandır. Belə qoyun qurbanı demişsiniz ki, belə qucaqlamışsınız, bax, beləcə heyvanı. Niyyət eləyirsiniz, niyyətiniz, tutduğunuz niyyət də qəbul olacaq inşallah əzizim. Bir N hərfi, biraz qaranlığı varsa da o qaranlıqdan çıxacaq, aydınlığa doğru yollarında açıqlıq ola biləcək, dedikoduları var, danışanları var, qarşısını negativlə bağlayanları var, amma heç nə də elə bilməyəcək, bunlar hamısı çıxıb gedəcək. Və ya N hərfində birilərinin haqqında bir şey eşidib çox təəccüblənə biləcəksən. Bir hamiləlik və gözləmədiyiniz bir hamiləlik xəbəri də ola bilər əzizim. Artıq sevgiyə güvənmirsiniz, ürəyini bağlamısan, sevgi deyirsən yalandır, güvənə bilmirsən. Bəzi ətrafında dostlara diqqətlə, 2 dənə qadın baş-başa sənin ayağının altına daş qoya bilər, biraz diqqət etginən. Bəlkə də bir ortaqlıq qurursan, ortaqlıq etmək istəyirsən, səni elə bir ki, geriyə çəkirlər, dartırlar. Gəmi ilə əlaqəli işləriniz ola bilər, gəmidə mi işləyirsiniz, ya dəniz limanında işləyirsiniz, bir işiniz ola bilər. İşinizi dəyişmək, çıxmaq niyyətindəsiniz, amma və ya ikinci övladınızın olmağını eşidib çox sevinəcəksiniz, ikinci bir hamiləlik. Evin içində dava, dalaşlar, söz, söhbətlər ola bilər, amma düşməniniz ayıqdır, biraz diqqətli olun. Siz də o qədər saf, ürəyi təmizsiniz ki, ya bir işə düzəlmişsiniz, yeni bir işə düzəlmişsiniz, o işdən gözəl, hələlik biraz darıxırsan, sıxılırsan, tam məmnun ola bilmirsən, amma səbr eləyib dözsən o işdə, inşallah ki, o işdən məmnun olacaqsan. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.